Herkese yepyeni bir videodan salam. Mən Akordis və bu gün sizlə bir yerdə Minecraft oynayırıq yenə. Çoxdandır ki video gəlmirdi. Bu günlər artıq qərar gəldim ki video çəkim. Çox vaxt canlılarda oluram, ona görə də onlarla kəsdiyini falan çəkib paylaşmaq biraz uzun olur. Ona görə də yəni paylaşa bilmirəm. İndi bu günlər sizlə bir yerdə sunucumda oynayacağıq. Sunucu deyəndə bu mənim dünyamda sadəcə sunucu kimi gördüyünüz kimi böyük bir yerdir. Arkada dağ evləri falan, piramidlər görürsüz. Bu aşağıdakı boz evdə mənim evimdir. Nəsə indi videonu keçək və evləri falan gəzək. Bəlkə birazdan sunucuma adamlar da gələr. Maksimum 20 nəfər alıram. O da ki maksimum 20 nəfər zat gəlir. Onda da hardasa hər yəni canlı falan açanda səhvən düşdüm. Hər canlı açanda falan ən az 15 nəfər falan gəlir. İndi isə keçək videomuza. Sabahlarda dostlar belə bir video gələ bilər ki, Survivor Minecraft. Yəni çalışacağam ki atım. Başqa. Deməli burada belə bir ev var. Buranın kim olduğunu tam bilmirəm. Amma bu evi biraz dağıdıblar, nəsə pisdir biraz buraları. Onları da düzəltmək lazımdır. Normal evdir. Elmas set var. Burada elmas set olmaq, yəni elmas set olmaq çox asandır. Çünki neçə nəfər oynayırıq deyə rahat kasıla bilirik. Deməli sizə portalın girişi var belə, buradan göstərdim. Bura zaten dağım-dığımda hər tərəf netherite axtardığımıza görə. Bura belə bir yer düzəltmişəm. Bilmirəm neyini. Bəlkə yeni kimsə gəlsə ona verərəm. Yəni biz ki sunucuya çox adam almışdıq. Hətta videoda da görmüsünüz yəqin ki, canlılarda falan baxanlar varsa. Çox adam var idi. Artıq qərar gəldim ki sunucuya heç kimi almayayım. Çünki sunucuya adam aldıqca hamısı yaxşı görsənir. Sonradan sunucuya gələndə çoxları yəni sunucu partladıb yandırmağa çalışırlar. Məsələn bu evdə ən son yanmışdı. Biz buranı düzəltmişik gördüyünüz kimi. Ona görə də yəni sunucuya bundan sonra giriş yoxdur. Yəni heç kimi almayacağam. Maksimum 20 nəfərə kimi. O da ki 20 nəfərdə də kasır biraz. O var. Çıxıya səsi gəlir hardansa. Mod huzurluda deyil. Huzurluda da gəlsin. Çıxıya səsi hardan gəlir. Nəsə, skeletin başını bıraxın. Bura mənim evimdir. Bu əslində mən düzəltməmişəm, amma dostum düzəldib. Elə bir ki, amma bir yerdə qalırıq. Onun adı, yəni deyim Zuk, o düzəldib. Yəni bu evi çox qəşəngdir. Burada şu yataqları falan oğurlayıblar, düzür. Bir də buranı dağıdıblar. Amma yəni çox qəşəng evdir. Üstünü ağ belə şey odunlarla eləmişik. Ətrafını çox qəşəng edib. Üstünü mən eləmişəm. Buralarda da o edib də. Nəsə, sandıqlarda falan o qədər də şeylər yoxdur, amma bizim nə qədər elmaslarımız, endiraytımız var. Yəni oyuna yeni gələnlər və yaxud əşyanı qırılanlar falana veririk onları. Buranı belə düzəldiblər. Bir də Eltra ilə çox göstərim. Mən bayağı bazmışam bu arada. Sunucu normalda şey deyil, belə neydi, huzurluda olur çox vaxt, amma indi huzurluda deyil. Çünki PvP falan attığımız vaxtlar oldu. Ona görə məcbur huzurludan çıxaram. Siz mob farmına gedək. Bax, ya da burada şeylər gedim göstərdim sizə. Canım da bu arada az deyil mənim. Bir dənə huzurlu eləyim hələlik. Oha, zora koymuşam bir də. Biraz sert bir şəkildə düşdük. Burada şəkər kamışı farmı kimi bir yer düzəldib kimsə. Mən tez gördüm orada. Burada belə bir ev var. Drakulanın evi. Deməli bu evi o günlər partlatmışdılar. Altın zadını.
Hələ də bəzi materiallar yoxdur, ona görə də düzəldə tam. Belə bir evdir, çox qəşəng evdir. Sonuncakı ən qəşəng evlərdən biri də elə buradır. Sonra buradakı ev də çox qəşəngdir. Buranı mən düzəltmişəm demək olar ki, dağıtmışdılar. Sonuncudan çox vaxt öz evlərini partladılar, yəni başqasının evini partlatmırlar. 2 dəfə partladanda ildırım tərəfindən partladılmışdı. Amma ondan sonra bu gətirib bunun içinə soxub evi. Yəni bu biraz pis olubdu. İndi sözdə hər ki görsə heç kim yoxdur. Hərən öz evi var, evini falan biraz gəlişdirib eləyənləri var. Amma bu günləri heç kim yoxdur. Eltramda qırılır, yəni qırılmazlıq olsa da qırılır. Bura bilmirəm, desəm proje işləmir, nəsə eləyiblər köylülərə, uşaqlar. Sandığı qırılır bunlar. Zibil. Niye var Allah? Abi sandığa bak. O da boş ya. Ay zibil. Sahip. Sonradan sonra suya girdim mesela. Deməli indi biraz da farmına falan baxaq. Bax belədir. Farmlar işləmir, nəsə olub farmlar bilmirəm. Dəmir farmı işləyirdi əvvəl. Yəqin köylülərə görə işləmir. Nəsə olub köylülərin bəzilərini ölüb eləyib. Uşaqlar gedib nəsə eləyiblər yəqin ki, bilmirəm tam. Eşit deyə bilmərəm o haqda. Deməli sunucunun şeyləri, yolları falan da qəşəngdir yəni. Yolu biri bağlayıb buradan pləkan düzəldib. Ev qəşəngdir bu arada. Bir də Zuqun evinə baxaq ən son olaraq da. Bir də həm gecə görüşü verəm, ona görə də rahat görə bilək, gezə bilək. Orada bir yer qurublar, bilmirəm. Zuq qrupdur. Burada nəsə yazıbdır. Heç kim heç nə eləməsin. Yəni demək ki, evi falan düzəltməyə çalışmayın, özüm düzəltəcəm. Həm də yandırmağa falan çalışmayın. Demək olar ki, sunucunun ən qəşəng evlərindən biri elə bura olacaq məncə. Çünki yəni təməlindən bilinir ki, qəşəng evdir. Biraz elə bir çətin olacaq bu evi düzəltmək məncə. O əvvəlcədən yol düzəltdi buradan bir dənə belə körpü. Çox qəşəng körpü oldu. Bu arada buralarda falan ev düzəltmək olar. Çünki yerlər dolubdu o tərəflərdə. Bir də uzaqdan belə görsənir. Və TikTok kanalım var, orada canlılar açıram. İstəsəz orada gələ bilərsiniz. Maraqlı videolar, canlılar olur. TikTok videolarda paylaşıram. Çox vaxt futbol editləri zadlar olur, amma Minecraft editlərdə paylaşdığım olur. Burada belə bir ağac var, onu qıracam yəqin ki, o çox pis durur orada. Bir də piramidlərin yanına gedək istəyirsə ən son olaraq da. Çünki o bu çox sıxıcı olubdu. Bura, yəni sunucu. Bəlkə yeni gələnlər üçün maraqlı ola bilər, amma biz o qədər oynadıq. 169-cu gündür daha doğrusu. Ən son netherite'larla bir də piramid düzədəcəyik adal kimi. Bir dənə buradan alım, nəsə görmüş deyir. Məsəl üçün, nə ala bilərəm? Quvvet, dayanıqlılıq, zıplama, hız alaq, məsəl üçün. Niyə hız vermədə bu? Netherite'im getdi mən boşuna. Niye hızlı değil ha bu? Neyse kırmızı saçsam bayağı tez kırarım. Bir de madene bakaq. Bir de maden girişi var, onu göstərməyim. Bir dağ evi var axı, onu da ehtiyac yoxdur göstərməyə. Bu da belə bir şey deyil, onu qıracam lazımsızdır. Məsəl üçün. Oha, bu nə söz oldu? Netherite satqadan deyiləm mən onu. Bir də netherite farmı da eləyə bilərik.
azaldıq Netherite-la. O çox uzun olmalıdır məncə bu. Nə qədər dəqiqədir? Az imiş Allah. Sıfırlanmır ki bu. Oha. Netherite deyə sıfırlanmır. Görürsünüz 11 olur, qayıdır 14-ə. Nəsə, məncə o şey oldu. Sunucunun bəzdiyi elədi. Artıq məncə videonun sonuna gələ bilərik. Çünki yəni bu video əsas video deyildi. Birazdan əsl videonu atacağım. Yeni dünya açmışıq oranı. Elə belə gəlişik təmiz set satılırıq. Yəni çalışıram tək oynayayım çünki neçə nəfər olanda video çəkə bilmirəm. Telefon donur. Daha doğrusu Minecraft atır eləyir çox vaxtına görə. Bura belə qıraqlarını hazırlamışıq. Bir də son olaraq yenə son dedim amma olmadı. Nəsə bir də dağ evin uzaqdan görsədim. Burada son olaraq dağ evi. Sizi falan heç eləməyib əgər amma yəni qəşəngdir məncə hər şey. Belə bir yerdir. Sunucunu partladanları hələ ki heç kim görməmişəm kimisə partlatdığını. Amma nəsə partlayıbdı. O da yəqin ki sunucunun yəni içində gəzə-gəzə eləyənlərdir, onu tanımıram. Nəsə məncə qəşəngdir. Sizin də fikirlərinizi alsam, məsələn necə düzəltməyimizi falan istəyirsə eləyə bilərik, amma o gün maraq qalmayacaq. Köy zadlar var arxalarında. Nəsə, məncə videomuz bu qədər olsun. Birazdan olsa bir əsl video gəldi, qəşəng video olacaq. Onu da keçib baxmağı unutmayın. Bir də birazdan canlıda olacam. Onda gəlsəz sevinərəm. Hər gün demək olar ki canlı açıram. Çox vaxt. Yəni elə olur ki açamıram. Amma yəni əlimdən gəldiyi qədər açıram boş olanda. Çox vaxt canlı atır, donur falan belə şeylər olur. Bunda bir oğurluq var, 3 dənə idi burada. Nəsə, sağ olun dostlar. Görüşərik.